Biz əvvəlcə kimin çıxış edəcəyi barədə razılığa gəlməliyik. Əla Həzrət, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti, əziz qardaşım Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Hakimlər Komitəsinin üzvləri, xanımlar və cənablar. İlk növbədə bu mükafata görə Hakimlər Komitəsinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Birləşmiş Ərəb Əmirliklərinin banisi mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti Birləşmiş Ərəb Əmirliklərini dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir. Əziz qardaşım Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir. Bugün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir. Dinlər arası dialoqun inkişafına verdikləri töhfəyə, həmçinin sivilizasiyaların bir-birinə daha da yaxınlaşması istiqamətində göstərdikləri səylərə görə Əl-Əzhərin böyük imamı Doktor Əhməd Əl-Taibə və Roma papası Zat-ı Müqəddəsləri Leoya dərin minnətdarlığımı bildirmək istəyirəm. Mərasimə ünvanladıkları xoş müraciətlərində bir daha Azərbaycan və Ermənistan arasında sülhün əhəmiyyətini vurğulayan bütün həmkarlarıma da minnətdarlığımı bildirirəm. Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir. Biz 30 ildən artıq müddətdə müharibə şəraitində olmuşuq. İndi isə artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik. ABŞ prezidenti Donald Trump'ın Vaşinqtonda ev sahibliyi etdiyi tarixi zirvə görüşündən sonraki 6 ay tərəfdaşlıq, əməkdaşlıq və uzun müddətli dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur. Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasına verdiyi töhfəyə görə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'a da minnətdarlığımı bildirmək istəyirəm. O, 2025-ci il avqustun 8-də üç tərəfli zirvə görüşünə ev sahibliyi etmişdir. Həmin zirvə görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanmış, həmçinin birgə bəyannamə imzalanmışdır. Prezident Trump şahid qismində həmin sənədi həmçinin imzalamış və bununla da 3-10 illikdən artıq davam edən qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur. Qeyd etdiyim kimi, bu 6 ay münasibətlərimizin inkişafı baxımından çox mühüm olmuşdur. Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq. Eyni zamanda Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni, bu 6 ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk. Bu səhər Ermənistanlı həmkarımla görüşdüm və gələcək addımlarımızı müzakirə etdik. Bugünkü mükafat mərasimi və hörmətli Hakimlər Komitəsi ilə bütün dostlarımız tərəfindən səylərimizin qiymətləndirilməsi olduqca ruhlandırıcıdır. Mən hesab edirəm ki, bizim nümunəmiz öyrənilməli və hələ də müharibə vəziyyətində olanlar üçün yol xəritəsi kimi istifadə edilməlidir. Bizim nümunəmiz göstərir ki, uzun müddətli münaqişəyə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq sülh mümkündür. Hər iki tərəfdən güclü siyasi iradə mövcud olduğu və həmin proses dost ölkələr və beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndiyi halda sülh mümkündür. Əbu-Dabidə keçirilən bu mükafat mərasimi ilə bağlı
qeyd edəcəyim son məqam odur ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında tarixi Vaşinqton samitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir. Bugünkü simvolizm havada hiss olunur. Biz bu nüfuzlu mükafata layiq görənlərə, həmçinin sülhün əldə olunmasında əməyi keçən bütün şəxslərə bir daha dərin minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun.